Namazlarımızı onun xatirinə qəbul et. Günahlarımızı onun xatirinə bağışla. Dualarımızı onun xatirinə müstəcəb qıl. Onun xatirinə ruzilərimizi bol, qəm-qüssələrimizi bitmiş, ehtiyaclarımızı təmin olunmuş qərar ver. Öz kərəm vəcinlə bizə nəzər edib, sənə doğru yaxınlaşmağımızı bizdən qəbul et. Bizə öz rəhmət nəzərinlə nəzər sal ki, o rəhmət səbəbilə sənin yanında olan kəraməti kamil şəkildə əldə edək. Sonra o rəhməti öz kərəminə xatir bizdən uzaq salma. Onun cəddinin, Kövsər hovuzundan bizi o həzrətin qədəhi və mübarək əli ilə sirab et. O dadlı və şəffaf su ilə elə sirab et ki, ondan sonra heç vaxt susamayaq. Ey mərhəmətlilərin ən mərhəmətlisi!